Məşhur psixoloq Abraham Maslow humanist psixologiyanın banisidir. Deyir ki, insanın ən yüksək ehtiyacı, ən böyük ehtiyacı öz potensialını tanıması və öz potensialını ortaya çıxarıb gerçəkləşdirməsidir. İnsanın bu dünyada Allah elə bir şeylər insan üçün yaradıb ki, ona görə xütbəmin əvvəlində dedim ki, əksəriyyətimizin, bəlkə dünyanın çox hissəsinin bu şeylərdən xəbəri yoxdur və yaşayır və hətta ölür, dünyasını dəyişir, elə gedir. Bu potensial da onunla birlikdə qəbrə gedir, istifadə eləmir, heyf olur. Elə bir əlində sərmayən var, şəraitdə var, amma istifadə eləmirsən. Ona görə də, baxın, qiyamətin günündə cəhənnəmin bir dənə, deyir ki, dərəsi var, belə deyir ki, bir dənə mərhələsi var. İnsanların ən çox əziyyət çəkdiyi yer ora olacaq. Oranın dərəcəsi mi çoxdur? İstiliyi mi çoxdur? Yox, ona görə yox. Ona görə peşman olacaq ki, baxacaq ki, ona göstərəcəklər ki, sən nə ola bilərdin, amma gəlmirsən nə olmusan. Sən haralara qalxmalıydın, haralarda pərvaz eləməliydin, haralarda, hansı zirvələrdə uçmalıydın, gəlib yerdə sürünürsən, cəhənnəmin dərəsinə gəlib çıxmısan. Ona görə qiyamətin adlarından biri budur ki, yəvmun nədamə, yəni peşman olunan gün, peşmançılıq günü, qiyamətin günündə insanlar bu şeylərə görə peşman olacaq. Onda biləcək ki, qiyamətdə biləcək ki, Allah mənə nələr vermişdi, mən nələr eləyə bilərdim. Allah Teala bizləri öz potensialımızı ortaya qoyan şəxslərdən və daim inkişaf edən şəxslərdən qərar versin.